Salam, axşamınız xeyir olsun. Günans TV-yə baxırsınız. Studiyada Aynur Zahid Təbəlci əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Evin həbsxanası qarşısında milli fəallar həbs edildi. Daha 23 məhbus edam edildi. Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir fəsil açır. Euronews'dan açıqlama. Rusiyada daha bir neft emalı zavodu vuruldu. Fransa, Amerikaya Çindən yaxşı münasibət bəsləmir. Trampdan açıqlama. İndi isə daha ətraflı. Bugün yerli vaxtla səhər saat 9:30 radələrində Tehranda evin həbsxanasının qarşısında oturaq eyləm keçirən bir neçə milli fəal həbs edilib. Bununla bağlı yerli mənbələr məlumat yayıb. Məlumata görə təhlükəsizlik məmurları Abbas İsani, Əli Xircu, Yusif Dəşti və Behzad Xircunu saxlayaraq naməlum yerə aparıblar. Adı çəkilən fəallar evin həbsxanasında aclıq eyləmi keçirən Vədud Əsədi və Tahir Nəqəvinin ailələrinin onların azadlığa buraxılması tələbi ilə keçirdikləri oturaq eyləmə dəstək verdiklərinə görə həbs ediliblər. Qeyd edək ki, Tahir Nəqəvi və Vədud Əsədi 2 həftədən çoxdur ki, barələrində çıxarılan ədalətsiz hökmə və tibbi xidmətdən məhrum edilmələrinə etiraz olaraq aclıq eyləmi keçirirlər. Adı çəkilən məhbuslar 2024-cü il fevral ayında həbs olunublar. Onlara milli təhlükəsizliyə qarşı əlbir olmaq, hökumətə qarşı təbliğat, rəhbəri təhqir etmək və casusluq ittihamlarına görə uzun illik həbs cəzaları verilib. İranın müxtəlif şəhərlərinin həbsxanalarında saxlanan daha 23 məhbusun edam hökmü yerinə yetirilib. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Onlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar. Yəsud şəhərində adam öldürməkdə ittiham olunan məhkum ictimaiyyətin gözü qarşısında asılıb. Bununla da cari ildə kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 1310-a çatıb. Onlardan 39-u qadındır. Davam edirik. Sanki 7 oktyabrdan sonraki günə qayıdırıq. Düşmən yenidən bütün cəbhələrə hücum etmək qərarına gəlib. Bu fikirləri İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın müşaviri Mehdi Məhəmmədi özünün X səhifəsində yazıb. Biz də öz növbəmizdə nə qədər riskli vəziyyətdə olacağımıza və münaqişəni nə qədər real görəcəyimizə qərar verməliyik. Yolun əvvəlində verilən qərarlar yolun sonunu müəyyən edir, deyə o əlavə edib. Qeyd edək ki, 2 gün əvvəl New York Times qəzeti də İsrailin İrana hücumunun ikinci mərhələsinin başlanma ehtimalının yüksək olduğu barədə məlumat dərc edib. Bildirilib ki, İranla Qərb arasında nüvə danışıqlarının dalana dirənməsi və Tehranın nüvə ehtiyatları barədə şəffaf məlumat verməməsi müharibənin ikinci dalğasının qaçılmaz olması ilə nəticələnə bilər. Buraxılışımız davam edir. Euronews telekanalı 44 günlük vətən müharibəsində Azərbaycanın qələbəsinin 5-ci il dönümü münasibətilə Bakıda keçirilən hərbi parad haqqında reportaj hazırlayıb. Reportajda bu qələbə ilə Bakının 10 illiklərlə davam edən qanlı münaqişəyə son qoyduğu və yeni sülh fəslini açdığı vurğulanır. Sujetdə bu qələbə ilə Bakının 10 illiklərlə davam edən qanlı münaqişəyə son qoyduğu və yeni sülh fəslini açdığı vurğulanır. Video materialda Azərbaycan Prezidenti İlham Əliyevin paradda verdiyi açıqlamalar diqqətə çatdırılır. Qələbənin strateji, iqtisadi və hərbi nailiyyətlərinin nəticəsi olduğu və Qarabağın bərpasına yol açdığı qeyd olunur. Sujetin müəllifləri həmçinin Prezident İlham Əliyevin 6 noyabrda Bakıda NATO nümayəndə heyəti ilə görüşünü də qeyd edirlər. Euronews bildirir ki, Azərbaycan NATO ilə əməkdaşlığı enerji təhlükəsizliyi və regional əlaqələri, eləcə də sülhməramlı əməliyyatlarda əvvəlki iştirakını əhatə edir. Telekanal xatırladır ki, 8 avqust Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ikitərəfli münasibətlərin bərpasına yönəlmiş mühüm sənəd imzalayıblar. Video materialda həmçinin TRIP layihəsi barədə də danışılır. Dünya gündəmi ilə davam edirik. Rusiyanın Saratov vilayətinə PUA hücumu edilib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə Ukrayna ordusu Saratovdakı neft emalı zavoduna zərbələr indirib. Nəticədə zavodun ərazisində yanğınlar baş verib. Saratov vilayətinin qubernatoru Roman Busargin hücum nəticəsində mülki infrastrukturun da ziyan gördüyünü bildirib. Amerika prezidenti Donald Trump bildirib ki, o, Vaşinqtonun hər hansı müharibədə iştirak etməsini istəmir, lakin hərbi ssenari yaranarsa, ölkəsi sərt şəkildə addım atacaq. Trump bu barədə Fox News telekanalına müsahibəsi zamanı danışıb.
Mən müharibələrdə iştirak etmək istəmirəm, amma əgər müharibə vəziyyətində olsam, biz tez qalib gələcəyik və bu çox sərt olacaq deyə Tramp bildirib. O bildirib ki, o və administrasiyası 9 ay ərzində 8 münaqişəni dayandırıb, lakin hansı münaqişələrdən söhbət getdiyini dəqiqləşdirməyib. ABŞ prezidenti həmçinin bildirib ki, Fransa rəhbərliyi onun ölkəsinə Çinlilərdən daha yaxşı yanaşmır. Ağ Ev rəhbəri fikirlərini Fox News telekanalına müsahibəsində açıqlayıb. O bir daha əmin edib ki, Amerika hökuməti Çinli tələbələrin Amerikaya təhsil almaq üçün gəlmələrinə mane olmayacaq. Sülhlə anlaşmaq istəyirəm deyə Tramp deyib. Buna cavab olaraq aparıcı Çin hökumətinin nəzarət apardığını və Amerikadan əqli mülkiyyəti uğurladığını iddia edərək Çinlilərin fransızlar olmadığını qeyd edib. Siz düşünürsünüz ki, fransızlar daha yaxşıdır? Elədir, qeyd edim ki, buna o qədər də əmin olmazdım. Fransızlarla bir çox problemlərimiz var. Haqsız olaraq texnoloji vergi qoydular. Amerika məhsullarına 25% vergi tətbiq deyə prezident deyib. O, bir çox müttəfiqlərin Amerika ilə ticarətdən Çindən daha çox fayda götürdüyünü də vurğulayıb. Belə, hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.